Salam dostlar, bugün 28 noyabr 2025-ci il Plzen şəhərindəyəm. Bugün maraqlı bir video ilə, daha doğrusu maraqlı bir həyat hekayəsi ilə gəlmişəm. Bu arxamda gördüyünüz heykəl. Onu yaxından göstərim sizin üçün. Bəli, bu heykəldir. Bu heykəl deməli Jan Nepomukskyyə aiddir. Onun heykəldir. Bu bir keşiş olub. Və nə üçün onun heykəlini qoyublar, indi danışacağım. Jan Nepomuksky 1390'ların sonları, yəni 14-cü əsrdə doğulub Çexiyada və bir keşiş ailəsində doğulmuşdu. Böyüyüb o da keşiş oldu və ümumi xülasəsini danışsaq, yəni bir gün bunlarda adətdir, yəni xristianlıqda insanlar gəlib öz günahlarını keşişlərə etiraf edərlər. Belə bir ayinləri var bunların. Bir gün kralın arvadı, yəni Kral 4-cü Vatislavın arvadı kilsəyə gəlir və öz günahlarını bu Jan Nepomukskiyə etiraf edir. Və kral bunu eşidəndə şübhələnir və fikirləşir ki, görəsən arvadı bunun bəlkə suiqəst planlayır kimlərlənsə. Onu gedib, məsələn, günah içindən daxilən mənəvi cəhətdən əzab çəkir, buna görə gedib onu etiraf edib. Yaxud da bəlkə mənə kiminləsə xəyanət edib. Buna görə yəni kral bundan şübhələnir və Jan Nepomukskini yanına çağırır keşişi və soruşur ki, nə deyib arvadım sənə? Əlbəttə ki, Jan Nepomuksky bunu açıqlamır və buna görə işgəncəyə məruz qalır və axırda Voltava çayında kral onu boğdurub öldürür. Və deyirlər ki, güya insanlar o boğulub öləndə bir çaydan bir nur qalxdığını və s. belə şeylər görüblər. Bundan sonra isə insanlar onun, yəni hətta kralın qarşısında belə sirri heç kimə açmamasını və bəzi söz-söhbətlərin gəzməsini ki, nur göründü çayda falan filan, bu cür şeylər insanlar arasında onun müqəddəs Svateho deyirlər çexlər. O cür yəni adlandırılmasına səbəb oldu və cəmaət onu artıq həmin o dövrlərdən demək olar onu müqəddəs kimi qəbul edirdilər, yəni bir övliya kimi. Sonradan 300 il sonra, yəni 1720-ci illərdə 13-cü Benedik, Papa 13-cü Benedik onun vaxtında buna, yəni Jan Nepomukskiyə müqəddəs adı verildi rəsmi olaraq. Bunun heykəlləri Çexiyada çoxdur, Plzendə də müxtəlif yerlərdə görmək olar və bunların fikirləri, əqidələri var ki, cəmaatın ümumiyyətlə, yəni bu insanların heykəllərini müxtəlif yerə qoymaqla şəhəri pis işlərdən, şər qüvvələrdən qorunmuş ola bilərlər. Belə bir fikirləri var. Buna görə burada heykəllər çoxdur, hər yerdə var. Jan Nepomuksky'nin özünə gəldikdə isə doğrusu, yəni həqiqəti demək lazımdırsa, mənim dinimdən olmasa belə dövrünün kralı ilə kəllə-kəlləyə gəlmək, iradə, əzm nümayiş etdirmək və hətta ölümü bahasına belə öz dinində sabit qədəm olmaq həqiqətən mərdanə bir hərəkətdir. Heç kəsə sirri verməmək mərdanə bir hərəkətdir və hörmətə layiqdir. Heykəlin özünə gəldikdə isə, yəni burada qoyulan heykəlin özünə gəldikdə isə elə çox məlumat toplaya bilmədim nə vaxtın heykəldir. Amma belə indi bir də göstərirəm və bildiklərimi danışaram. Burada bu heykəldə deməli barok üslubunda olan heykəldir və başının üzərində o ulduzların olması onun müqəddəsliyini simvolizə edir. Necə ki, bizim bəzi rəsm əsərlərində necəsə biz öz müqəddəslərimizin üzünü nurla çəkirik, yəni üzünü göstərmirik. Bunlarda da rəsm əsərlərində Həzrəti İsanı, Həzrəti Məryəmi bir başının ətrafında dairəvi bir nur kimi, üzünü göstərsələr də bir nur kimi başının ətrafında bir şey çəkirlər. Heykəllərdə isə müqəddəslərini belə eləyirlər. Yəni bir ulduzlar qoyurlar. Bilinir ki, bunlar yəni müqəddəs adamlardılar, övliyalardır da belə deyək. Bu qədər dostlar. İnşallah başqa videolarda yenə görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.